Salam aleyküm. Necəsiz? Nə var, nə yox? Mənə yəqin ki, burada aşağıda kommentlərdə cavab verə bilərsiniz. Onu da deyim ki, bizdə nə etmək lazımdır? Subscribe zadı, nə bilim oradan klikdən, like-dan falandan, yəni harda nə malakolçik görürsünüz, hamısında basın. Biz Malakandayıq. Malakan bizim qəşəng territoriyamızdır və yeni bir iştirakçı ilə çəkirik. Soruşsanız ki, niyə təkəm? Çünki Vüsalə dedi ki, bu günləri bəy iştirakçı çəkirsiniz, mənim oğlan kişi geyimindən, falanından, dəyişimindən başım çıxmır, elə sən özün tək olsan daha yaxşıdır. Mən də dayana bölüm. Eybi yoxdur dedim və başlayırıq. Bizim iştirakçımız var bu günləri. İbrahimi tanıyaq. İbrahim özünü bir dənə təqdim eləyərdin. Mən İbrahim Panahov, 19 yaşım var. 19 yaşı var. Nə işlə məşğulsan belə ümumiyyətlə? Oxuyursan, işləyirsən? İşləyirəm. Deyəsən idmanla da məşğulsan, bədən quruluşu biraz. Əla. Biz İbrahimi bu günləri bir iştirakçı kimi götürdük və onu dəyişməyə çalışacağıq. İbrahim biraz belə ağır təbiətli oğlandı, görsənir, qara geyinib. Amma onu indi biz qəşəng, rəngarəng, qəşəng, əsl gənc kimi geyindirib sizdən təqdimatınıza verəcəyik. Davam edin. Biz hardayıq? Biz şəhərin ən stilli dükanlarından birində. 50 cent. Bu dəqiqə burada biz səni biz dəyişməyə çalışaq. Hər şey giyməyə razısan? Olar. Yəni problem yoxdur? Yox. Əla. Onda biz başlayırıq. Şort saat giyinirsən? Yox. Xoşlamıram şort. Şort giyinmirsən. Yəni ona amma bir dənə kompleksin var, hə? Hə, kompleks deyək. Yəni ayağında neysə belə Yox, prosta xoşum gəlmir. Amma bir dənə giyinib yoxlayarıq da, prosta. Oyuna küçəyə çıxmırsan, prosta yoxlayarıq. Yox. Yaxşı. Əslində əynindəki sənin bagidir və o çox normaldir. Əsas o da bu cinslərdəndir. Bu cinslərdən çıxartmaq biraz çətin olur. Amma biz biraz sənə açıq rənglərdən istifadə edirik. Sənin razmerin nədir? Mənim razmerim 28-29 olur. Hə, olar 30. Nədə bu bizdə? 32. Biz fərqliyik sənin üçün. Deməli, bundan biz belə bir şey götürək və bu bizim birinci lookumuz. Saxla. Buna ayaqqabı da gəl götürək. Ayağın neçə razmerdir? 40 razmer. 40 razmer. Bizə satıcı qaqaş da kömək eləsən. 40 razmerdə bizə maraqlı bir dənə ayaqqabı lazımdır. Ağ, göy, qırmızı da ola bilər. Amma çox yekə olmasın da, yəni belə model var. Və o Adidaslar var ya, onun... Hansı? Bu var? Onun başqa rəngi var. Onun başqa rəngi. 3 dənə çeşidi. 3 dənə çeşidi var. Bizə ağır olsun. Bax o... Onun 42 razmer. 42. 40 da səndə yapın. Hə, 40 var. 40 var, əla. Onu verər bizə, mümkünsə. Elmarov, sən də keç, qəşəng, gəl, gedək əynimizi, dəyişək. Burada göz də var. Göz haradır, göz bizdə idi. Məncə bizə şapka da lazımdır. Burada xatırladım ki, izləyicilərimizə atlet olsa altdan, bokser daha qəşəng olardı. Burada yazı olmasa, bura biraz açıq olur və çox maraqlı bir kombin yaratmış olacaq. İndi biz nə edəcəyik? Əynimizdəki olan looku göstərməliyik və biz bunu maksimum qəşəng göstərməliyik. Nə etmək lazımdır? Geniş şalvardır, üstdən geniş kəsimli köynəkdir. Yəni biraz sərbəst olmaq lazımdır, biraz belə relaks olmaq lazımdır. Ümumiyyətlə yeriyəndə də bundan sonra çalış ki, özünü çox belə sıxmayasan, aqressiv mühit yaratmayasan öz ətrafında. Ən yaxşısı çox qəşəng belə relaks halda gəzməkdir. Onlardan məsələn mən yeriyim, sən də bax və onu təkrar edək. Və indi səni gözləyək. Yaxşı. Əynimizdəki necə reklam edə bilərik? Əynimizdəkiləri özəllikləri göstər. Nə bilim, qəşəngdir ondan var. Pis deyil, yəni yaxşıdır. Yaxşıdır, xoşuma gəldi. Onda biz sənə ikinci look seçək. İkinci looku bəlkə mənim giyindiyim stilə uyğun
Old money deyirsən. Old money variantı. Hə? Olar, old money da olar. Hə, var. Onda old money tərəfimiz bizim buradadır. Belə bir şalvar da var. Mən səni bugün özüm kimi giyindirdim. Bax görürsən, rənglər uyur Rəng bir-birinə. kombinasiyonu, hə. Xoşuma gəldi belə bir şey. Yaxşıdır bu da. Onda gedib də bunu da yoxlayaq. Yoxlayaq. Biz hələ ki tapçıqadayıq. Belə də tapçıqa style olub. Amma indi nə edirik? Biz düşürük aşağı. Baxaq görək. Mənim ayağımdakı ayaqqabının rəngində ayaqqabı varsa çəkirik. Yoxdursa, əksinə biz nə etmiş oluruq? İbişin qəşəng gəncliyini önə çıxartmaq üçün kepka və krasovka ilə istifadə edəcək geyimi. Bizə yaşıllı, maşıllı bir şeylər. Bu da ola bilər, amma yuxarıdakı daha qəşəngdir. Biz bunu düzəldəcəyik yuxarıda. Qapaq yuxarı. Bizim bir lookumuz da var, ona da baxmaq lazımdır. Bayaqları sənin üçün seçdim, bax belə bir şey. Olacaq. Bu qəşəng. Bir şey xatırladım ki, bu yaxınlarda rebranding olacaq. Birisi də yəqin ki, mənim öz kurslarım var, High Life Academy. Həmin o kursları yenidən bərpa edirəm və artıq yenidən model qəbulu. Tek model yox, ümumiyyətlə fashion designer, image maker falan, bütün nələr ki var bu moda aləminə, hamısını yenidən bərpa edirəm və başlayıram yenidən. Əgər sən də gəlmək istəyirsənsə, buyur, bizə qatıl. Şesikund. Rezin olsaydı yığardı saçımı. Ayaqqabını da geyim. Bu bizim belə oligarx yay kombinimizdir. Kətanla, belə qəşəng gembol kətanla. Xoşuma gəlir belə. Peki sənə bir dənə şort giyindirək. Yox, heç mətik giyinmir. Bir dənə, bir dəfə. Yox, Bir dəfə. Az cana, bir dənə. Buradan. Yox. Elə eləyək ki, bu boyda ətin görsənsin. Ehtiyac yox. Gəl. Nə qəşəng bir üzü var imiş axırda. Belə də yığmaq da olar. Qəşəng. Şort giymirəm, mən giyinirəm. Mən giymək istəmirəm. Mən gördüm. Yəni geymək istəmirəm. Ay- Geymək istəmirəm. Ayağın tüklü də ona görə giyinmirsən. Yox. Bugün giymək istəmirsən. Siz sabah açıqda giyin. Amma qəşəng bir dənə şey düzəldəcəm də. Bir dənə kombin eləyim, üst-üstə belə geyimlər falan bir dənə belə. Gəl davay şey eləmə. Gəl, sabah giyinəcəksə bugün nəyə giyməyəcəm nə deməkdir? Sabahlar dükkana gəlməyəcək yaxı. Gəl, gedək şort geyinək. Rəngi də qəşəng. Bu. Hə, bu olmadı. Bu. Onda ayaqqabı da. Ayaqqabı da Balenciaga ki. Deyə bu ayaqqabı olar. Aşağı biraz. Məncə elə bu. Hə, elə biraz yekə olanlar daha yaxşı olur. Bir də bizə naski lazım olacaq. Bundan snapback vəbşə söhbət gedər. O rəngi. Qəşəng. Bu snapbackdir. Yox. Gibidir. Bu bir şey. Nəhayət ki. Siz tanıyırsınız bu oğlanı. Göndə qəşəng oğlan. Axır ki geyindirdiniz də. Zato yaraşır da. Və gedirik biz növbəti prosedurumuza. Hansı kombin xoşuna gəldisə, onu seçəcəyik ki, axırdakı lookumuz bizim çox önəmlidir. Özün qərar verərsən. Yaxşı? Amma bunu seçsən daha yaxşı olar. Onu da xatırladım ki, bütün bu geyimlər, bu qəşəng style, əsl gənclər üçün. Mən özüm də buradan bəzi şeylər xoşuma gəlib alacağam, götürəcəm mütləq dərəcədə və bura 50 centdir. Bu Targovda yerləşir. Sahil Piryalı, Səməd Vurğun 16. Salam, xoş gördük. Sağ olun, xoş gəldiniz. Biz gəldik Face Studio'ya. Zövqər, bu bizim iştirakçımızdır. Sağ olun. Nə eləmək olar, necə eləmək olar saçlarına? Arxaya da olar, yanlarına var da. Dəyişək də qardaş. Dəyişək. Buyur, əyləş.
Birinci qardaşın saçını yağla. Aha. Gəl qardaşım. Necə saçlarını dəblədik? Məsələn, oğlanın 18 yaşı var. Daha çox 18 yaşlılar hansısa saçlar eləyir və yaxud 20, 25, 26, 30. Çox vaxt yanları feyl edirlər. Tam qısa. Üstü də kimisə görə qısa, kiminə görə uzun. Baxır indi. Yaş aralığına görə 25, yəni çox şey eləmədi. Ağardılar yanlarına. Crop falan moddadır. Ya hər yay o həmişə moddadır. Yəni dəbdən düşmür də. Yox. Saç Əslində o tökülmə. saç həmişə olub. Sadəcə ora indi ona atdı. Yəni bizdə 3 Əvvəl- nömrə. əvvəl nə deyirdi ona? Əskər saçı deyirlər ona. Saç tökülməsinin zadından qarşısında nə almaq olar məsələn? Baxır necə saç tökülmə. Biri var irsidir bu. Yəni onun çarəsi yoxdur da. İrsinə heç bir çarəsi yoxdur. Ya o töküləndən sonra yeri parıldayır. Orada tük çıxmağı qeyri-mümkün. Bəs əkdirmək. Əkdirmək olar. Elə insan var ki, əkdirir yenə tökülür. Mənim öz xalam oğlu saç əkdirib, əkdirəndən sonra yenə tökülür saç. Xeyri yox. Yəni məsləhət görmürsən izləyicilər. Yox, məsləhət görmürəm, yox. Sadəcə olaraq necə olur onu demək istəmirəm. Kimsə əkdirirsə onu istədiyimlər. İndi kəsdiyiniz kəsim üzünə yaraşacaq oğlanın. Bizə bəli yaraşır. Zövqər indi biz nə edirik? Çiska eləyəcək üzünü. Çiska. Üzündə olan ləkələr, nöqtələr, sıranaqlar olar hamısı. Rəngini biraz elə bir ağartmaq olur. Ondan Ağarada. Ağarada. Rəngi ağarada. İndi bu parla üzünü yumşaldırıq ki, məsamələr açılsın. Və ondan sonra ardıcıllığına maskaları tətbiq edəcək üzünə. Sonra üzündə olan sısanaqlardır. Qara nöqtələr var, sısanaqlar var üzündə. Onları təmizləyək. Axırda da bir dənə maska vurarıq. Həm üzün yağlılığını götürür, həm də üzü ağardır biraz. Qaqaş cavanlaşacaq. Lazerologumuz Əli bəy, dəqiqə indi bizim iştirakçını bəzi Xoşa gəlmə tüklərdən azad eləyir. bəli, eyni üzrə. Üzə lazımdır buralar, məncə lazım. Lazımdır, bu hissələr lazımdır. İlk öncə böyük hissədən başlayırıq. Bunu demək istəyirəm ki, bildirmək istəyirəm ki, lazer getdikdə mütləq şəkildə müştərilər bu qələmi istəsinlər. Niyə? Çünki əgər üz belə az olduqda, tükü az olduqda, lezvadan sonraki, 2 gündən sonraki, ola bilər ki, usta çubuğu qoyduqda hansısa, necə deyərlər, bu xəttə girə bilər. Ona girəndən sonra tökülmələr baş verir ki, saqqalın xətti çox pis qalır. Ona görə bu kant mütləqdir. Kant öncə olunmalı, sonra lazer olunmalıdır. Məzunda qulaqlarımı indi lazer eləyəcəm. Baxım görüm haralarıma lazımdır başqa. Bütün qıllanmışam, baxım görüm nə eləyir. İnşallah ki, yaxşı olacaq. İlk öncə uzun tükləri alırıq. Həm yanğı az olsun, həm də ki, daha effektli olsun, kökdən tökülsün. Çünki uzun tükləri vuranda həm dəri zədələnə bilir, həm də tökülmə effekti çox az olur. Qışqırsam qorxmayın. Qışqırmayacaqsın. Hop, hop, hop. İlk öncə bir çoxları bunu beləncəsinə tutur vurur. Bunu belə vurmaq olmaz. Qulaq pərdəsini zədələyə bilər. Mütləq bu başlığı belə qoymaq lazım ki, qulağın həm içərisini zədələnməsin, həm də ki, içəridəki olan tükləri daha gözəl vura bilək. Başqa nəyəsə ehtiyac var? Yox. Tamam. Biz işimizi bitirdik həmiş təmizlikdə. Gəldiyiniz üçün təşəkkür təşəkkür edirik. edirik. Bizi seçdiyiniz üçün təşəkkür edirik. Əliniz ağrımasın. Sağ olun, var olun. Biz də gedirik indi Sizə başqa uğurlar bir arzulayırıq. konsertimiza. Təşəkkürlər. Sağ olun. Buyurun, sağ olun, var olun. Sağ olun. Buyurun. Salam, xoş Salam, gəlmisiniz. salam. Necə köməklik göstərə bilərəm? Bizə köməkli göstərmə eləyəndə bu bizim iştirakçımızdır. Gətirmişik buna qəşəng tatuaj eləyək. Özündə təqribi deyəcək necə bir şey istəyir. Amma dizaynerimiz də bizə yardım eləsə daha Tamam, yaxşı olur. o zaman belə eləyək. Mən sizi dizaynerimizə yönləndirim. O sizə köməklik göstərsin. Gedək. Salam, xoş gəlmisiniz. Xoş gördük. Necə bir şey eləyirik, necə bir şeylər var ağlınızda? Spider fikirləşirəm bu bölgəyə. Şəkil Tamamdır, varsınızı göstərirəm.
Güzel. İlk öncə mən sizin şəklinizi çəkə bilərəm, sonra da dizaynına keçək. Olar. Ən ayağı qalxardı zəhmətli olmasa. Aha, tamamdır. Düz sadə spider olacaq düz, yoxsa daha fərqli bir şeylərdə baxmaq istəyirsiniz? Seçənəklər varsa baxa bilərəm. Baxın, burada fərqli stilistika da var. Full belə qara da eləyə bilərik, daha realistik, maraqlı bir şey də eləyə bilərik. Hansına daha çox istəyirsiniz eləmək. Və belə fərqli mikslərdən bir tərzdə eləyə bilərik. Sadə eləsək daha yaxşı olar məncə. Bu tərz. Bu bölgədə düzdür. Aha. Sən belə bir şey nə düşünürsünüz? Bəli. Tamamdır. Yəni bu ən yekə olan razmerdir. Digərinə baxa bilərəm. Yəni bu balacadır, bir də daha balacası var, amma o çox balaca qalır. Yəni o hardasa belə bir razmerdə bir şeydir. Orta. Yəni daha məsləhətli olardı ki, bu yekə razmer olsun. Çünki tam anatomiyanın formasına görə gəlir belə. Olar. Baxaq tatlı olacaq bölgəyə. Bu hissədə olacaq da, düzdürmü? Okay. İndi qardaş, bura gəl zəhmət olmasın. İndi tatlının olacaq bölgəyə baxırıq. Bura yaxşıdır. Yer olaraq aşağıda olacaq belə. Anatomik də qəşəng qılsın. Yəqin ki, artıq məkandan bildin hardayıq. Bura qumlu, nə bilim şey, polifason bir yer. Orada qabaqda at görürsən, at təlimçisi. Bu bizim sənə hədiyyəmizdir. At sürmüsən vəbşə? At 8 yaşında sürmüşəm. 8 yaşında at sürmək nə bilim, yəni nəinki unutmaq olar, hətta heç xatırlamaq olar. Bu bizim Qarabağ atımızdır. Gəlib tanış ol və artıq bu günləri at sürmüş olarsan. Salam, xoş gördük. Salam, xoş gəldiniz. Xoş gəldiniz. Bu bizim iştirakçıdır. İstəyirik at sürsün, keçinik və siz də öz təlimatlarınızı verirsiniz. Ondan da əlavə ümumiyyətlə at sürməyin xeyrindən danışasınız, faydaları nədir? At sürməyin xeyirləri sağlamlıqdır. Nə bilim, insan bədəninin əzəllərə xeyri var, ayaq əzəllərinə daha çox, orqanlara Həm də stressə zada qarşı. Stresə qarşı, əsəbə qarşı xeyri var. Bura haradır? Bura Cıdır atçılıq meydanı. Cıdır atçılıq meydanı. Gəlin və faydalanın, bax, gör nə gözəl Qarabağ atımız var. İndi bilə bilərsən, Buyur, oradan yox. Buradan. gəl bu tərəfdən. 8 yaşından Sol ayaq bura qoyulur. Sol ayaq buradan, sağ ayaq oradan tutulur. Balaca barmaq çıxır, belə tutulur. Bu barmaq çıxır. Ayaq bundan artıq getmir, tabandan Amma aşağı. dartmada o tormuzdur. Dizlər sıxılır. Taban aşağı. Bu ayaqda onun kimi həmçinin pəncə hissə qoyulur. Dizlər sıxılır. Dönmə qaydası. Sağ tərəfə dönəndə aşağı ilə sağ tərəfə dartılır, sol tərəfə dönəndə aşağı ilə sol tərəfə. Sürmə qaydası. Ayağından vurursan, səsini idarə edirsən. Vur ayağından. Sür. Aşağı ilə sağa aşağı. Bu qaydada. Biraz sağ tərəfə də bunu bu tərəfə qaytar. Biraz da əlləri yaxın tutsan daha yaxşı olar. Bu qaydada bəli. Çox durmalısın, dik durmalısın atın belində. Özünü vurma, özünü döndərmə. Bəli, bu qaydada bir qayda saxla gedəcək. Bəli, bu qayda ged. Çox kip saxlamaq ehtiyac yoxdur, atını cıxdırmamalısan. Bəli, normal, rahatçılıq və qoy, heyvan rahat olsun. İndi sən düş, mən göstərim sənə. Sağ ayaq çıxır, sağ ayaq çıxarsın, sol ayaq üstə fırlanırsan. Bəli, ay sağ olun. Sürdün, xoşuma gəldi. Qorxmadın? Yox, yox. Normal görsənirdin amma üstündə. Elə bil ki, artıq bir neçə dəfə minmirsən, bilmirəm, indi professional daha yaxşı bilər. Atımız barədə biraz da məlumat verərdiniz. Atımız təmiz Qarabağ atıdır. 8 yaşı var. Adı da Düldüldür. Düldül. Bəli, Düldül 8 adı. yaş. 8 yaş at üçün çoxdur yoxsa at? Xeyr, normal yaşdır. Atlar nə qədər yaşayır bilmirəm. Baxır ata da yəni 30-35 yaş yaşayan Doğrudan. atlar var. Bəli, atlarımız yaşayan var. Onda hələ bu ki, gənclər. Bəli, əlbəttə gənc atdır. Bacarıqları da öz göz qabağındadır yəni. Yarışlarda falan da iştirak edir. Xeyr, yarışlara buraxmırıq. Yəni belə mini üçündür.
Peki yarış atınız var? Bəli, yarış atlarımız var, içəridə olur, tövləmizdə olur. Baxmaq ümumiyyətlə çətindir atlara yoxsa? Xeyr, biləndən sonra çətin deyil. Yəni yöntəmi bilirsən, baxmaq yolların dərman yönü var. Məsəl üçün dərmanın verirsən, iynəsini vurursan, çətin deyil. Yemi də otudur, rahatdır. Biraz oradan, biraz oradan. Buradan, bir də buradan. Böyle çıxırsan. Söz? Bəli. Bunu sürmək üçün. Yox, mən qorxuram sürməyə. Prosta üstünə çıxdım. Lüboy ağırlığı götürür də bu. Hə? Yox. Ya narahat olma. Yox. Qəşəng. Çox sağ olun. Düşəndə də eyni cürə. Bəli. Teşekkür edirik. Çox sağ olun. Sağ olun. Bu da bir proqramımızın sonuna gəldik. Bilmirəm xoşuna gəldi yoxsa yox. Bir eksperiment oldu sənin üçün. Bir maraqlı ola bilsin ki, neysə bir rəng qatdıq həyatıma. Biraz stilinlə məşğul olduq. Tatuajı da cəmaatı göstərə bilərsən bizdə. Biz də orada bir dənə əqrəb döyürəm. Bir dənə də belə bizim hörümçəyimiz var. Hə, Übüş, necə oldu? Xoşuna gəldi? Çox xoşuma gəldi həqiqətən. Əvvəlki baxanda, yəni ki, bəlkə çəkilişdən göstərərsiniz, əvvəlki və indiki. Saç düzümü olsun, geyim olaraq da olsun. 50 Cent geyim olaraq da mən təşəkkür edirəm. Face Studio təşəkkür edirəm. Sort Atayçından təşəkkür edirəm, minnətdaram. Mən dəyişdim. Çox da ləzzətli oldu, həm də rahat hiss elədim. Hər şeyə görə təşəkkür edirəm. Çağırış edirsən? Çağırış edirəm əlbəttə ki. Hər kəs dəyişməlidir. Gəlin. Əgər neysə ehtiyacınız varsa, buyurun gəlin. Biz sizin üçün həll edərik. Çadırda da ki, Atsürdən təşəkkürlərimizi bildirmək istəyirik. Bir neçə nəfər qəşəng bizə dəstək olan sponsorlarımız var. Kleopatra Ink Tato dünyasıdır. Salonlara, yəni ki, böyük bir şəbəkədir bütün Bakı şəhəri üzrə qəşəng. Ondan əlavə Cıdır düzü bura gəlib at çapa bilərsiniz, dincələ bilərsiniz. Əsl nə bilim belə kaypal, abu-havası yaradır. 50 Cent kişi geyimləri dükanı Darqovada yerləşir, Səməd Qorxun küçəsində. Çox babat geyimlər tapa bilərsiniz, əladır. Oradan qəşəng geyimlər seçdiyi qardaş üçün burada görürsünüz bunlar ortamdır. Və bizə nə etmək lazımdır özünüz bilirsiniz. Abunə olmaq lazımdır. Kalakolçik, malakolçik. Mən həmişə deyirəm onu Visalə ilə deyirəm. Bu dəfə təkən bildizdən, yəni Visalə kişilərlə olan bir proqrama gəlmir. Deyir ki, mən deyim. Yenə də siz baxmayın da. Kalakolçik, malakolçik, nə bilim oradan klik, buradan bırt falan 5 mekan bizə abunə olun. Bizə dəstək olun ki, biz yeni proqramlar çəkək. Biz deyil, yəni biz nə edirik? Biz cəmaatı maarifləndiririk, biz cəmaata xeyir veririk, biz sizin üçün işləyirik. Siz də bizim üçün adi, elementar, klik olan 5 mekan. Öpürəm hamınızı. Əzizə yaşmaq.